toz soranlı belə bir fanımız var. Deməli endirimdədir. Nəyə görə endirimdədir deyəcəm sizə. İlk öncə fanı göstərim sizə. Bax belə böyük bir şeydir. Bu hissəsi bateriyadır. Eyni zamanda Type-C çıxışından telefonu powerbank kimi istifadə edə bilərsiniz. Bax bu düyməsini basırsınız, işə düşür. Burada həm enerjisini göstərir, həm də vurduğu sürəti. Bax burada nə qədər çox sıxsa, o qədər də sürəti özünüz tənzimləyə bilirsiniz. Arxasında fanarı var. Bax yandırdınız, fanarı çox güclüdür. Fanarından istifadə elədiniz. Ondan da əlavə toz soranı var. Deməli, toz soranı bu formada istifadə edirsiniz. Bunu keçirdiniz arxasına. Bunu da vurdunuz bura, bağladınız. Nə güclə vurursa, həmin güclə də toz soranından istifadə edə bilərsiniz. Deməli, toz soranı bu formada istifadə edirsiniz. Endirimə düşmə səbəbi bax budur. Deməli, içərisində bu uzluqları var. Uzun yerlərdən tozu təmizləyib. Bunlar hamısı qırıq gəlib. Onun üçün qiymətini çox qəşəng endirmə qoymuşuq. 145 manat idi. Cəmisi qoymuşuq 115 manat. Bax, bir dənə buna görə. Bu da hər yerdən tapılır. Gəlib tapıb istifadə